çalışın ki, nə edirsiniz, eləyin, heç kəsin ürəyini sındırmayasınız. Baxışınızla, sözünüzlə, zarafatınızla. Bu qəlb çox incə bir şeydir. Hədis görmüşəm, deyir, qəlb sındısa, apar nə qədər halallıq al. Dünyanın hamısını ver, kəffarəsi olmayacaq. Buyurur, Allah halal eləsə bağışlayar səni. Amma deyir, o qəlb ki, birdən məsələn, ah çəkdi, sındı, onun cəzası mütləq gələcək sənə. Bağışlasa da gələcək. Sənə halal eləsə də, axır ki, deyir, o qəlb sınmaq təsirsiz ötüşməyəcək. Hardasa sən onun cavabını alacaqsan. Çalışın ki, insanların ürəyini sındırmayın. İnsanlara gülüş bəxş eləyin, sevinç bəxş eləyin. Buyurur, malınızla cəmaatı qane edə bilməzsiniz, Peyğəmbər buyurur. Hamıya mal çatdırmazsan, amma əxlaqınıza nə gəlir? Gülər üzlə hamını qane eləyərsən, yalancı gülüşlə yox. Qərbdə dəb olan bir gülüş var, o etiketin bir hissəsinə çevrilib ki, bu növbətçi bir gülüşdür. Belə deyirlər ona. Mütləq gülməlisən. O şəkildə yox. İçin belə olsun, daxilin belə olsun ki, insanları sevəsən. Doğrudan da məhəbbət görsünlər baxışlarında. Peyğəmbər kimi. Deyir, qəlbində nə qədər qəm var idi. Amma Peyğəmbərin üzündə həmişə yazırlar. Gelin, bütün onun sirəsinin barədə kitablara baxın. Deyir, Peyğəmbərin dodağında həmişə təbəssüm var idi. İnsanlara belə aşiq idi. Cəmaatın qeybətini eləməyin. Cəmaatın buyurur, sözün danışmayın. Qeybət eləyən istəyir ki, qeybət olunana ziyan vursun. Amma ondan çox özünə ziyan vurur. Bir hədis var İmam Həsən Əsgəri əleyhissalamdan, deyim sözümü tamamlayayım. Buyurur ki, sizin üçün qeybət elədilərsə, narahat olmayın. Qeybət nədir? Mən elədiyim bir günahı, pisliyi kimsə danışır. Buna deyirlər qeybət. Elədiyim işi danışırsa. Amma olmaz, deyir, mən çox eşitdim sizdə bunu, deyirsən qeybət eləmə, deyir, düz olanı danışıram. Qeybət olanı danışmaqdır, olmayan yox. Olanı danışmaq qeybətdir. Buyurur ki, kim sizin qeybətinizi elədisə, narahat olmayın. Günahınızı, səhvinizi, xətavınızı dilinə gətirdi dedisə, narahat olmayın. Çünki bu sizə artıq cəza olacaq və da qiyamətdə qeybət olunduğunuz günaha görə cəza verilməyəcək. Yəni günahınızın kəffarəsidir. Dünyada cəza aldın ki, cəmaat danışdı. İkincisi buyurur, sizə böhtan atsalar, yenə də narahat olmayın. Eləmədiyin bir işi demək böhtandır. Bir adam bir işi görmür, indi dəb düşüb. Dəb düşüb, valla bu ən çox da dindarların içindədir. Mənə hərdən yazırlar mesajla ki, filan işi siz, filan sözü demirsiniz, yatsam yuxuma girməz o sözü demək. Elə bil kimsə bunu yayır, insanlar da inanır. İnanır, fantastik şeylərə inanır. Buyurur ki, birdən sizə böhtan atsalar, onda da narahat olmayın. Necə? Onda buyurur, eləmədiyiniz günahı sizə nisbət verməyiblər. Onda eləmədiyin savabı Allah səndə namə əməlvə yazır. Heç bir iş görməmsən, qiyamətdə qalxırsan, bir dənə savab yazır ki, sən o işi görməmsən. Bu nəyə görədir? Sənin üçün böhtan atmışdılar, Allahın rəhmətinə bax. Allah deyə bilər, mənim nəyimə lazımdır, kim kimə qeybət eləyir. Bu buna qeybət eləyəcək, mən bunu bağışlayacağam. Bu buna töhmət vuracaq, böhtan atacaq, mən buna savab yazacağam. Allah belə rəhimli Allahdır. Ki, eləmədiyin şeyi sənə nisbət versələr, buyurur ki, onda sən eləmədiyin savabı da Allah namə əməlvə yazar. Pəhrizkarlığın düsturu budur. Buyurur, ən xeyirli pəhrizkarlıq, haramlardan çəkinmək və möminlərə əziyyət verməmək. Möminlərə, iman əhlinə əziyyət verməmək. Ümumiyyətlə çalışasan insanlara əziyyət verməyəsən, xüsusən imanlı insanlara ki, onların qəlbi Allahın hərəmidir. Allaha iman gətirmiş insanlara. Bu məsələdə ciddi ehtiyat saxlasa insan yaxşıdır. Allah bizi pəhrizkar bəndələrindən qərar versin inşallah.